Çox dəyərli Sabə xanım, hörmətli həmkarlar, hər birinizi bugün keçirilən xüsusi iclasda səmimiyyətlə salamlayıram. Müasir Azərbaycanın qurucu lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqillik və azadlıq mübarizəsi, siyasi varis Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması ilə özünün ən yüksək zirvəsinə çatdı. Siyasət gələcəyi qabaqcadan görmək, onu xalqın xeyrinə çevirmək sənətidir. Bu prinsip cənab İlham Əliyevin siyasətində parlaq şəkildə təcəssüm edir. Azərbaycan tarix boyu dünyanın strateji məkanlarından biri olaraq daim böyük dövlətlərin maraqlarının kəsişdiyi bir bölgə olmuşdur. 1919-cu ildə ABŞ-ın yüksək komissarı polkovnik Haskelin Naxçıvan və Şərur Dərələyəz qəzasında general qubernatorluq yaratmaq təşəbbüsü, 1932-ci ildə Mustafa Kemal Atatürk'ün şəxsi vəsaiti ilə o vaxtki İran hökumətindən aldığı torpaqlarla Türkiyə və Naxçıvan arasında quru bağlantısının sonraki 10 illiklərdə Ulu Öndərin açdığı ümid körpüsü ilə təmin edilməsi bu bölgənin geosiyasi əhəmiyyətini vurğulayan amillərdir. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmiz Qərb və Rusiya arasında balanslaşdırılmış siyasət yürütməklə güclü iqtisadi və hərbi potensialını möhkəmləndirdi. Bu uğurlar Heydər Əliyev və İlham Əliyevin koordinasiyalı fəaliyyətinin nəticəsi idi. Bu koordinasiyalı strategiya Azərbaycanın milli və regional maraqlarını qorumaq üçün möhkəm strateji təməl yaratdı. Prezident İlham Əliyev çevik diplomatiyası ilə Naxçıvanın tarixi rolunu daha da gücləndirir, Zəngəzur dəhlizinin reallaşması ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, regionun geosiyasi və iqtisadi xəritəsini kökündən dəyişdirir. Bu dəhliz sadəcə Azərbaycan və Türk dünyasının deyil, bütövlükdə Avropadan Asiyaya uzanan geniş məkanın strateji maraqlarına cavab verən qlobal layihədir. Beləliklə, Azərbaycan regionun aparıcı dövləti olmaqla yanaşı, həm də Avrasiyada əməkdaşlıq və sülhün yeni arxitekturasını formalaşdıran qlobal oyunçudur. Məhz cənab İlham Əliyevin böyüklüyü ondadır ki, o tarixi mirası strateji üstünlüyə çevirərək Azərbaycanı regionun lokomotivinə, sülh və əməkdaşlığın əsas dayağına çevirməyə bacarmışdır. Çünki əsl liderlik yalnız gücü nümayiş etdirmək deyil, həm də onu hüquqa çevirmək və beynəlxalq legitimlik qazandırmaq qabiliyyətidir. Güc yalnız hüquqa çevriləndə dayanıqlı olur prinsipini cənab prezidentimiz praktik siyasətlə həyata keçirdərək Azərbaycanın milli maraqlarını beynəlxalq hüququn təməl prinsipləri ilə uzlaşdırır. Azərbaycan-ABŞ münasibətləri İlham Əliyev və Donald Trump dövründə yeni mərhələyə qədəm qoydu. Vaşinqtonda keçirilən üçtərəfli görüş bu ilkin sülh sazişi sadəcə diplomatik prosedur olmaqla yanaşı, Cənubi Qafqazda yeni siyasi şəraitin yaranmasına yol açdı. Yeni şərait isə regionda davamlı sülhün təmin olunmasına zəmin yaradır. Aristotelin qeyd etdiyi kimi, ədalət olmadan sülh davamlı ola bilməz. 2025-ci ilin avqustunda imzalanan bu Vaşinqton razılaşmaları Azərbaycanın xarici siyasətində yeni bir mərhələ oldu. Bu razılaşmalar Zəngəzur dəhlizinin açılmasını təmin edir, Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini möhkəmləndirir və regionun iqtisadi xəritəsini dəyişir. Bu layihə yalnız iqtisadi layihə deyil, həm də Azərbaycanın qəti iradəsinin, diplomatik məharətinin və xalqımızın birliyinin təntənəsidir. Ən önəmlisi isə odur ki, bu razılaşma böyük dövlətlərin də maraqlarına cavab verərək regionun sabitliyinə beynəlxalq təminat verir. Vaşinqton razılaşmaları Azərbaycanın diplomatik zəfəri, milli iradənin qələbəsi və müdrik İlham Əliyev liderliyinin təntənəsidir. Azərbaycanın uğuru yalnız iqtisadi tərəqqi, hərbi güc və strateji diplomatiya ilə məhdudlaşmır. Həm də zamanın düzgün idarə etmək bacarığını da özündə göstərir. Biz tarixi öz xeyrimizə çevirdik, regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar açdıq və bu uğurlar gələcək nəsillərə bir örnək olacaqdır. Sülhün əldə olunması, Zəngəzur dəhlizinin reallaşması, Azərbaycanın hərbi zəfərinin diplomatik qələbələrlə tamamlanması və ölkəmizin bütün istiqamətlərdə regional logistik mərkəzə çevrilməsinin parlaq göstəricisidir. Beynəlxalq sülh günü ərəfəsində parlamentimizin də sülh sazişinin belə müzakirəsinin Azərbaycanın bəşəriyyətin ən böyük arzusu sülhə sadiqliyini bir daha nümayiş etdirilir. Eşq olsun Ali Baş Komandana, diqqətinizə görə təşəkkür edirəm.